Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Ve hlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma. Allahümme la sehle illa ma cealtehu sehla ve ente tecalul hazre idâ şite sehla. Allah'a hamd olsun ki Allah subhanahu teala bizi Ramazan ayına çatdırıb oruçların tutmağın müvəffəq edeyim. Çünki nə qədər insanlar var ki, bu ayın xeyirlərindən məhrumdurlar. Bu ayın oruçlarından, qiyamlarından, ibadətlərindən məhrumdurlar. Bəziləri həyatı ilə, həyatını itirməklə məhrum olublar, çata bilməyiblər. Bəziləri həyatda olsa belə bu oruçları tuta bilməməklə, qəlbi həyatın itirməklə müvəffəq olmayıblar bu ayın xeyirlərinə. Bu ayı Uca Allah bizə bu ayda oruç tutmağı vacib buyurub. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman getirənlər! Sizdən öncəkilərə oruç vacib buyurulduğu kimi, sizdə də vacib buyuruldu, çünki siz qorxasınız. Yəni, qorxmağınız üçün vacib buyuruldu. Yəni, təqvanı əldə etmək üçün, Allah qorxusunu əldə etmək üçün insan oruç tutur. İnsan soruşa bilər ki, Allah qorxusuna ac qalmağın bağlılığı nədir? Çünki insan oruç olan vaxtı təkcə dili ilə deyil, yəni qarnı ilə deyil, dili ilə də oruç tutmalıdır. Yəni yalanlardan uzaq durmalıdır, pis sözlərdən uzaq durmalıdır, şər böhtandan uzaq durmalıdır, qulağı ilə uzaq durmalıdır, qulağı ilə oruç tutmalıdır, pis sözlər eşitməməlidir, musiqini dinləməməlidir, gözü ilə zinaya baxmamalıdır. Ancaq Allahın halal verdiyi məsələlərlə məşğul olmalıdır. Dilini Allahın zikri ilə, Quran oxumaqla yaş saxlamalıdır. Çünki bu ay Quran ayıdır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayında Quran nazil olmuşdur. Yəni, sırf bu ayda Allah Quran nazil edib, bu bərəkətli ayda. Və bu ayın bərəkəti Quran oxumaqla bərəkəti, savabı daha da artır. Çünki insan Quran oxuduqca hər hərifinə görə 10 savab var. Bizə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, kim Allahın kitabından bir hərif oxuyarsa, onun üçün bir savab var və hər savab da 10 dərəcəsinə qədər artar. Demirəm ki, əlif, ləm, mim bir hərifdir, lakin əlif bir hərif, ləm bir hərif, mim ayrı bir hərifdir. Yəni, Quranda nə qədər ayələr varsa, oxuduqca hərəsinə görə insan 10 savab qazanır. Və bu, Ramazan ayda, Quran ayı olduğuna görə daha çox Quranla məşğul olmaq lazımdır. Quranı oxumaq, mənalarını öyrənmək, ona əməl etməklə, onu dərk etməklə məşğul olmalıdır. Ramazanın imanla keçirməlidir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində buyurur ki, Mən samə Ramazanə imanən və ihtisabənğufirə ləhu mə təqəddəmə min zənbih. Kim Ramazan orucunu imanla və savabın Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Deməli, bu Ramazan ayında oruc insanın imanının möhkəm saxlaması üçün şərtdir. Çünki oruc insanın qarnın qoruduğu kimi dilini də qoruyur, gözünü də qoruyur, qulağın, əlin, ayağın qoruyur, haramlardan qoruyur. Ancaq halal etməyə, Allaha ibadət olan əməllərlə məşğul olmağa sövq edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də Ramazanın gəlişi ilə səhabələrin müjdəliyərdi. Və deyərdi ki, artıq sizin üçün Ramazan ayı gəldi. Mübarək bir ay. Allah o ayın orucunu sizə vacib buyurur. O ayda səmanın qapıları açılar. O ayda cəhənnəmin qapıları bağlanar. O ayda
şeytanlar zəncirlənər. O ayda bir gecə vardır ki, o 1000 aydan daha xeyirlidir. Kim onun xeyrindən məhrum olarsa, həqiqi məhrum olan şəxs odur. Deməli, bu ayda Allah Subhanahu taala səmaların qapısını açır. Başqa rivayətdə gəlir ki, cənnətin qapılarını açar. Cəhənnəmin qapılarını bağlayar. Təsəvvür elə sənin üçün, sənin bu ayda imanın artırması üçün şeytanları da zəncirləyər ki, şeytan sənə mane olmasın. Görün, nə qədər xeyirli və mübarək bir aydır. Bərəkətli aydır. İmanı artırması üçün nə qədər xeyirli bir aydır. Hansı ki, o ayda cəhənnəmin qapıları bağlanır. Cənnətin qapıları üzvü açılır. Başqa hədisdə də gəlir ki, bu ay gələn vaxtı bir nidaçı çağıraraq deyər ki, ey xeyir istəyən, irəli gəl, ey şər istəyən, geri dur. Xeyir istəyirsənsə, bu ay sənin ayındır. Xeyir əməllər istəyirsənsə, özünü islah etmək istəyirsənsə, öz əməllərinə xeyir əməllər əlavə etmək istəyirsənsə, bu ay sənin ayındır. İrəli gəl. Şər istəyənlər isə geri dursun. Onlar üçün qapı yoxdur. Onlar üçün yol yoxdur. Ancaq mübarək ayda xeyirlər ayıdır, xeyir əməllər ayıdır. Və bu ayda bizə, bu ayın nuru, bu ayın ətri bizi təravətləndirir. Kim onun xeyirlərindən əldə edərsə bu ayın, onunla təmizlənər. Bu Ramazan ayı gəlib ki, bizim iradəmizi gücləndirsin. Bizim çətinlik anında möhkəm durmağı bizə öyrətsin. Və bizdə möhkəm bir səbir istəyini artırır, səbir bacarığını artırır. Allah Subhanahu taala Quran-ı buyurur ki, İnnəmə yuvaffəs-sabiruna əcrahum biğeyri hisab. Həqiqətən səbr edənlər mükafatın qarşılıqsız alacaqlar. Səbr edənlər üçün mükafat vardır. Və bu ay bizə nə qədər xeyirləri öyrətir. Necə ki, Həsən ibn Ali radiyallahu anhuma buyurur ki, Allah Subhanahu taala bu ayı öz məxluqatı üçün bir geniş bir meydan eləyib. Orada insanlar Allaha itayətlə onu razı salmaq üçün çalışırlar. Allaha itaat edərək Allahı razı salmaq üçün çalışırlar, yarışırlar. Bu yarışmada bir qövm qabağa keçdi, onlar qalib gəldilər. Bir qövm də geri qaldı, onlar isə itirdilər. Çünki xeyir işlərdə yarışmağı Uca Allah bizə əmr edib. Uca Allah buyurur ki, Səbiqu ilə məğfiratin min rabbikum və cənnetin arduha kə'ardis səmə vəl-ərd. Rəbbinizdən olan məğfirətə və məsafəsi göy və yer qədər olan cənnətinə tələsin. Onun üçün yarışın, bir-birinizlə yarışın. Onu əldə etmək üçün. Eləcə də Cəbir ibn Abdullah radiyallahu anhdan gəlir ki, sən oruclu ikən sabahladıqda qoy sənin qarnınla birlikdə qulaqların da oruç tutsun. Gözün, dilin də oruç tutsun. Dilin yalanlardan, haramlardan oruç tutsun. Və qonşuya əziyyət verməyi tərk elə. Eləcə də İmam Şafii rahimehullah buyurardı ki, Ramazan ayında ibadətlərlə məşğul olmaq orucluya ən sevimli əməllərdir. Peyğəmbər sallallahu əleyhi və səlləm Ramazan ayında xeyirlərə əsən küləkdən daha tez qabağa düşüb onları eləyərdi. İbn Qayyim rahimehullah buyurardı ki, orucda məqsəd nəfsi şəhvətlərdən saxlamaqdır. Yəni şəhvət təkcə yeməyə olan şəhvət deyil. İnsanın musiqiyə olan şəhvəti, insanın haramlara olan şəhvəti də orada daxildir. Əhnəf ibn Qeys rahimehullah deyirlər ki, sən artıq yaşlı bir kişisən. Nə üçün axı oruç tutursan? Bu oruç səni zəiflətir. Bilirsiniz, yaşlı kəsə oruç tutmaq üzürlüdür, tutmamaq.
tutmaya bilər, çox yaşlıdırsa, çətindirsə. Əhnəf ibn Qays rahimehullah buyurur ki, mən deyir, uzaq bir səfər üçün hazırlıq görürəm, hazırlaşıram. Hətta yaşlı vaxtında belə orucu tərk eləmir ki, o gün üçün hazırlasın. Çünki oruç təqva ayıdır. Ləalləkum təttəqun, bəlkə qorxasınız deyir. Uca Allah da başqa ayda buyurur ki, وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Özünüzə azuqə toplayın, uzaq səfər üçün bir azuqə toplayın. Həqiqətən ən xeyirli azuqə təqvadır. Bu ayda təqva üçün böyük bir meydandır, təqvanı əldə etmək üçün. İbadətlərlə, haramlardan çəkinərək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində buyurur ki, kim oruç tutub, o birisi haramları edərsə, Allahın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Yəni hədisin tam olaraq belə ki, "Mən ləm yədə' qawlez-zuri vel-amal bihi, feleysa lillahi hacatun fi an yada'a ta'amahu ve şarabahu." Kim pis sözü, pis əməlləri tərk etməzsə, Allahın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Yəni orucda təkcə yeməyi, içməyi tərk etmək deyil, bütün haramlardan uzaq durmalısan. Oruç səni belə tərbiyələndirir. Çünki sən Ramazandan sonra belə vərdiş olsan, haramlardan uzaq durmaqla, misal olaraq, sən Ramazandan öncə siqaret çəkirdinsə, pis vərdişlərin var isə, Ramazanda görürsən 10 neçə saat az qalmaqla bərabər o siqareti də tərk edirsən. Bəlkə heç axşam da çəkmirsən, bütün ayı çəkmirsən. Bu onu göstərir ki, səni tərbiyələndirir, Ramazandan sonra da çəkməyəsən. Ona görə bu Ramazan ayı insanı öyrətmək üçün, tərbiyə üçün böyük bir meydandır. Çalışaq ki, bu Ramazanın xeyrindən məhrum olmayaq. Həqiqətən məhrum kəs bu Ramazanın xeyrindən məhrum olandır. Allahdan istəyirəm ki, Allah bizi bu Ramazanın xeyirlərinə müvəffəq etsin. Bizi bu Ramazan ayında bağışlanan qullarına etsin. Subhanəkallahumma hamdik və əşhədü ən la ilahə illə ente və estəğfiruke və etûbü ileyk.